Hörmətli qonaqlar, tədbir iştirakçıları, media nümayəndələri. Sizi Müdafiə Təhlükəsi və Korrupsiya Mübarizə Komitəsinin üzvləri adından salamlayıram və bugün cəmiyyətimizin ən aktual mövzularından olan rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması mövzusunda fikirlərimi sizinlə bölməkdən məmnunluq duyuram. Hörmətli sədr qeyd etdiyi kimi, rəqəmsal inkişaf ölkələrin rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir. Bu inkişaf sayəsində dövlət xidmətləri daha əlçatan olur, biznes prosesləri sürətlənir, vətəndaş məmnunluğu artır və iqtisadi səmərəlik yüksəlir. Təhsil sahəsində distant təhsil imkanları genişlənir, səhiyyədə elektron xidmətlər inkişaf edir, kənd təsərrüfatında ağıllı texnologiyalar tətbiq olunur, sənayedə isə avtomatlaşdırılma məhsuldarlığı artırır. Bu, transformasiyanın mərkəzində isə süni intellekt dayanır. Hörmətli Ramit müəllim də qeyd elədi, süni intellekt insanın öyrənmə, analiz etmə və qərar vermə prosedurlarını müəyyən səviyyədə təqlid edən texnologiyalardır. Artıq süni intellekt gündəlik istifadə etdiyimiz rəqəmsal platformalarda geniş tətbiq olunur. Təhsil sahəsində süni intellekt hər bir şagirdin bilik səviyyəsinə uyğun fərdləşdirilmiş öyrənmə imkanları yaradır. Müəllimlər tədris prosesini daha effektiv planlaşdıra bilir, şagirdlər isə öz bilik boşluğunda daha asan müəyyən edərək inkişaf etdirilir. Lakin hər bir texnoloji inkişaf kimi süni intellekt və rəqəmsal platformalarda müəyyən risklər və təhlükəsizliyə bir təhdid yaradır. Xüsusilə uşaqlar və yeniyetmələr internetdən və sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün bu risklərə daha həssas hesab olunurlar. Artıq 3 cürə tərbiyə var. Biri ailə tərbiyəsi, düşdüyü mühit və təəssüf ki, son tərbiyə də bu telefonlarla və sosial şəbəkələr vasitəsilə həyata keçirən məsələlərdir. Yəni, uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir, onlar burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və deyərdim ki, əylənirlər. Bundan da sosial şəbəkələrin faydaları ilə yanaşı ciddi təhlükələr də onlara da məruz qalırlar. Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına çox ciddi mənfi təsir göstərir. Bir çox hallarda kiber təzyiq uşaqlarda özünə inamın azalmasına, sosial təcrübə, depressiya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir. Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatılması, daha doğrusu əlçatan olması, şiddət, nifrət nitqi, dezinformasiya, manipulativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilir. Hörmətli tədbir iştirakçıları, bundan əlavə şəxsi məlumatların təhlükəsizliyi və bu çox ciddi məsələdir. Uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və digər materialları yerləşdirdiki məkana bunu fikirləşmədən paylaşırlar. Bu isə kiber cinayətkarlar tərəfindən saxta hesabların yaradılmasına, dərəduzluğa, xüsusi xidmət orqanlarının, yəni düşmən xüsusi xidmət orqanları üçün əlində materialın yaranmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qanunsuz fəaliyyətlər üçün istifadə olunur. Saxta foto, video və səs yazıları hazırlayan texnologiyalar, avtomatik yaradılan manipulativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayrılmasını çətinləşdirir. Bu problemlərin həlli yalnız bir qurumun üzərinə düşmür. Burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq diyaloq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətlərinə maraq göstərməlidirlər. Nəzarət yalnız məhdudlaşdırmaq deyil, həm də etibar və maarifləndirmə üzərində qurulmalıdır. Məktəblərdə kiber təhlükəsizlik mövzusunda daha geniş yer verilməlidir və bu prosesə birbaşa həm direktor, həm məktəb müəllimləri və valideynlər nəzarət eləməlidir. Şagirdlər yalnız kompüterdən istifadə etməyi deyil, həm də məlumatın doğruluğunu yoxlamalı, şəxsi məlumatlarını qorumağı, sosial şəbəkələrdə etik davranmağı və internet risklərini tanımağı öyrənməlidirlər.
Sosial şəbəkə platformaları ilə süni intellektdən istifadə etməklə zərərli məzmunlu daha operativ aşkarlanmaması, uşaqlar üçün təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsini mütləq şəkildə təmin etməlidirlər. Hörmətli tədbir iştirakçıları, texnologiya sürətlə dəyişir, lakin dəyişməyən bir məsələ var. Gələcəyimiz, genofondumuz olan uşaqların təhlükəsizliyi hər zaman cəmiyyətimizin ən yüksək prioritetlərindən biri olmalıdır. Rəqəmsal inkişaf insan rifahına xidmət etməli, süni intellekt isə etik prinsiplərə və xüsusilə uşaqların maraqlarına uyğun şəkildə inkişaf etdirilməlidir. Gələcəyimizi bugünkü uşaqlar formalaşdıracaqdır. Onlara təhlükəsizlik, sağlam və məsuliyyətli rəqəmsal mühit yaratmaq üçün hər birimiz bu vəzifəni yüksək səviyyədə yerinə yetirməliyik. Əgər biz texnologiyanın inkişafını düzgün istiqamətləndirə bilsək, süni intellekt və rəqəmsal inkişaf gələcək nəsillər üçün daha təhlükəsiz, daha savadlı, daha innovativ və bir dünya qurmağa xidmət edəcəkdir. Bu istiqamətdə hörmətli sədr də qeyd etdiyi kimi prezident səviyyəsində Mehriban xanımın göstərdiyi həmin çıxışlar, bunlar ən yüksək səviyyədə qurulmuşdur. Lakin bizdən də istər vətəndaş cəmiyyəti, istər qanunvericilik orqanı, istər müvafiq qurumlardan da çox şey asılıdır. Diqqətinizə görə təşəkkür edirəm.